Ali İmran surəsinin 101-ci ayəsində Allah buyurur ki, ey müsəlmanlar, siz necə kafir olursunuz? İman gətirdikdən sonra necə küfrə dönürsünüz? Bir halda ki, Allahın ayələri sizə oxunur və Allahın rəsulu sizin aranızdadır. Həm ilahi qayda var, həm ilahi rəhbər var. Demək, əzizlər, hər zaman ilahi qayda və ilahi rəhbərin olması qaçılmaz bir məsələdir. Əgər bir cəmiyyətdə ilahi qayda varsa, Allahın bu qaydalarını tətbiq etməyən bir rəhbər varsa, yenə iman əhli xətərdədir. Yenə iman əhlinin imanı sual altına gedə bilər. Qaydaların olmağı, Quran kimi bir kitabın olmağı kifayət etmir müsəlmanların bir ümmət olaraq formalaşmasına. Bəlkə bu Qur'an-ı Kərimə, Qur'an-ı Kərimin buyurduğu xüsusiyyətlərə sahib olan rəhbər lazımdır ki, insanları bu kimi təhdidlərdən, bu kimi məsələlərdən xəbərdar etsin.